Şirkət olaraq salamlayırıq. Xoş gəlmisiniz. İnşallah bugün Kərbəla Məşəd ziyarətimiz baş tutdu. Həmçinin Məşəd ziyarətimiz baş tutdu. İnşallah Kərbəla Məşəd ziyarətinin qrup rəhbəri olaraq mənəm və Məşəd ziyarətinin qrup rəhbəri Rasim qardaş və xidmətçiniz Seyid Kamran qardaş. Allah qəbul eləsin inşallah. O gün olsun Peyğəmbərimizin ziyarətinə gedək. Allahın evi Kəbə-evinin ziyarətinə gedək inşallah. Allah qəbul eləsin. Gedən zəvvalların ziyarətlərini qəbul eləsin. Onların yola salmağa gələnlərin də hər birinə Əhl-i Beytin ziyarətin və cəm hər birimizin şəfayətin nəsib eləsin. Ya Allah, Bismillahirrahmanirrahim. Allah ziyarətlərimizi qəbul eləsin. Allah sizi bu dünyada Əhl-i Beytin qapısından, qiyamətdə şəfayətindən ayrı salmasın inşallah. Əhl-i Beytin əli ilə, Həzrəti İmam Rızanın, Həzrəti İmam Hüseynin əli ilə cəddi babaları olan Həzrəti Rəsulallahın ziyarəti qismət olsun sizə. Bizlər də dua eləyərsiniz, Allah qəbul eləsin. Ya Allah, Bismillahirrahmanirrahim. Allahın salamı olsun hər birimizin üzərinə inşallah. Allah ziyarətlərimizi ali dərəcədə qəbul eləsin. Allah nəsib eləsin, sağ-salamat gedib, sağ-salamat evlərimizə və vətənimizə dönək inşallah. Allah Teala şəhidlərimizin ruhlarını şad, qazilərimizə şifayı acil inayət eləsin inşallah. Onların sayəsindədir ki, biz bu günləri, bu ziyarətlərə biz rahatlıqla gedib gələ bilirik. Allah Teala bütün şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin inşallah. Allahın izni ilə bir neçə dəqiqədən sonra sizlərin hər biri bir ad familiyalar çağırılacaq və şirkət tərəfindən hazırlanmış logolar və həmçinin də pasportlar hər bir şəxsin özünə təhvil veriləcək inşallah. Xahiş olunur ki, kimin adı familiyası çəkilsə önə gəlsin. İnşallah bizim xanım nümayəndələrimiz də Məlahət xanım və Alimə xanım və Sevda xanım burada iştirak edirlər. İnşallah onlar da bu işdə bizim üçün, bizimlə sizin aramızda və həmçinin də ziyarətə gedən səhvbarlar üçün bir vasitəsizlər. Allah onların da xidmətlərini ali dərəcədə qəbul eləsin inşallah. Allah hər birimizdən razı olsun inşallah. Ya Allah, bir də bu ziyarətləri bizlər üçün təşkil edən bizim Uğur Travel şirkətimizin rəhbəri neçə illərdir əziyyət çəkib, ərsəyə gətirib bu zəvvalları bir yerə cəm eləyir, Əhl-i Beytə qonaq qərar verir. Bizim Hacı Davud qardaşımız, Allah onun da canını salamat eləsin. Ömrün uzun, hər zaman Əhl-i Beytin qapısında zəvvallarına xidmətkar qərar versin. Zikir Bakı'dan teflisi uçan gecikən sərnişinlər. Neçə illərdir ki, bu yollarda xidmət edən qardaşlarımızla inşallah yola çıxacaqsınız və elə bir yola çıxırsınız ki,